Bismillahirrahmanirrahim. Ulu Tanrı'nın adıyla. Bugünkü beyin mühəndisliyinə qarşı Türkçə əski kitablar proqramının 373-cü bölümün Allahın lütf və kərəmi ilə başlayıram. Umaram ki, xeyirli olsun. Dünənləri, yəni keçənki cəlsədə Instagram necə olsa bir dəfə kəsdi, ikinci dəfəni görməmişəm. Ona görə yarımçılıq qalıb dünənləri, yəni 2 dəfə kəsibdi. Mən birincini gördüm, təzəşdən bağladım, amma sonra da kəsilib görməmişəm və uçub gedibdi. Dostlarımızdan əlaqəsi olsa, o kitabı əlbəttə anlatmışdıq, anlamağa çalışmışdım, amma əlaqəli olanlar YouTube-da görə bilərlər. Gedək şıraq bu günləri bizim beynimizin tarixi hangi kitablarda qalıbdır bizim üçün. Geçənki iclasda Xitab-ı Şeyx Haqqini oxuduq. Burada bir yazı görürəm, bilmirəm bu nədir, bir səhvədən ehtimalən almışam bunu. Bunu açaq, baxarıq, buna görürük ki, bu nədir və bunun bir ayrı versiyonu da var, ehtimalən elə bu olsun, bu ikisi olsun. Ha belə burada bir dastanlar deyə kitabdır. Bunu fikirlərim öncədən oxumuşuq, amma baxın bir onun üçün əgər o olsa tanıram bunu, öncədən oxumuşuq. Dastanlar 500 neçə səhifəlik, bir neçə gün cələsə bundan əvvəl o kitabı oxumağa çalışdıq. Bəli, bu kitabı oxumuşuq, bunu elə əvvəldə görmədim, tutaq və göndərək geçsin. Çünki bu kitabı görmüşük. Tamam, bu 2 səhifə fikrim odur. Nəzm-i Cəvahiri Eyni. Fikirəm bunu da görmüşük. Eyni həzrətlərindən bir nəzmidir, onu da fikirəm görmüşük. Bu kitabı görməmişik. Tamam, bu qalsın. Buna baxarıq, görürük ki, bu nədir. Amma gedək bu günləri harada baxacaqdıq? Bu şəkillərdə. Bu günləri bu 2 dana nədir? Bu sənətdilər, ehtimalən bir sənətdir. Rikabi Humayun Cəhandariyə Nadirşah tərəfindən gələn namənin surətidir. Nadirşah bir namə yazıbdı Osmanlıya. O dövrdə Osmanlıda kim Malik kimi şahımız, sultan və xəlifəymiş, ona bir namə yazıbdı. Onun üzün yazıblar. O əsli naməni biz görmürük. Yəni Nadirşahın sarayında yazılan və o xətt ilə ki, buradan gedibdi, onu biz burada görmürük. Bəlkə o orada dəftərə keçirilən yazını görürük. Orada bir dəftərə keçirilibdi. O dəftərin üzündən də bu adam yazıbdı. Hər kəsdir bunu götürüblər biləsi. Huvəllahu subhanəhu. Elə biləsi başlayıbdı. Bismillahirrahmanirrahim. Bu cevhər-i dirəxşəndiyi kəlam, Bismillahı deyir ehtimalən. Bu cevhər-i dirəxşəndiyi kəlam və lü'lü-i ərzəndiyi bəyan ki, dürrətü tac nami və zib-i fərq-i mübahat-i xamə olmağın qabiliyyəti ola, nam-i bülənd-i xudavənd bi istihqaq və padişah ələl-itlaq dürşi, məham-ı aləm və umur cümhur bəni Adəm, əlifin və vəfaq, ülfət və vifaq səlatin Bağdad din, Salatin Bağdad, ədalət yerinə Bağdad işlədir. Bağdad din ilə rabiti nizam və verdi. Və burada bir ərəbcə ehtimalə bir zərbül məsəldir, nə deyir? Və külbədü xilləti və niyam, ehtimalə belədir. Mən yəni bunu hərfləri zadlarda olmadığı üçün bilmirəm ki, əcəba nə oxunar, bir kəlmə ilə tanış olmadığım üçün bilmirəm nə deyim. Və külbədun ya kilidun, bilmiyorum, külbədun xəlləti və niyam.
padişahan mədələt ayin ilə əbvab aram və əmani ruyi kafi əhli cəhanə açdı. İndi diqqət buyursanız burada namənin şeyinə, yazısına, yəni şəklinə diqqət buyursanız əvvəl sətir düz başlanır, düz gəlir və yavaş ortada yavaş gedir üstə. Və axiri çıxır beləsi dik, az qalır ki 90 dərəcə olsun. İkinci sətirdə elə ona tay, üçüncü sətirdən çoxalır bunlar. Getdikcə sətrin başlanışı aşağıda, geçdiyi yuxarıda beləsi hərəkət edir. Bu yazarın deyirdilər ki, rəvanşünaslar belə deyiblər ki, bu yazarın özünə olan inancıdır. Əcəba əsli məktubda belədir, özgüvəni göstərir, yoxsa bu dəftərdə yazılanda belə yazıb adam? Ya nüsxəni götürən yazıbdır, onu bilmək indi çox çətindir. Əmani kafi əhli cəhanə açdı. Murad məzavar ərsidir kəbriya. Nə mənə burada yenə ehtimalən ərəbi olacaqdı, oxuya bilmirəm. Mərav ra rəsəd kəbriya, belə bir şeydir, baş tapmıram. Və məni ki mülkəş qədim است və zatəş ғəni, ehtimalən mərav ra rəsəd kəbriya, bilmirəm nə olar. Mər u ra rəsəd kəbriya və məni ki mülkəş qədim است و zatəş غنی və bir tərəf şگرفی خجسته فرجام و مقال فرخنده آغاز نکو انجام چه سلطان ناتگه فر و شاهدی سخنه زیور و vərə bir sərvəri siməti bura şeydir, yəni sətrin əvvəlinə qeydində adam bilmir ki, hangi sətri qeydəcək. Çünki sətirlərin başı bir-birinin altında əyridirlər. Yəni başlanışı bir yerdə, üstə getməsi bir ayrı yerdədir. Səmtiyul qədrün ismi samisidir ki, sahi keşvər millətini o zamanda keşvər millət işlədib. Diqqət buyursanız. Sahi keşvər millətini tətavül ləşkəri biganəyi şirkü və reybidən məsunu darül mülk dinu nəməni dəsti əndazı cünuni dini mübin olacaqdır ehtimalən. Dini mübini dəstəndazı cünuni nəqsu zübnidəndir, eybidəndir, beləsi bir şeydir. Mə'mun və zat-ı şərifi baisi islah-ı umur-i ibad və vücudi əqdəsi vasitə-i sülh-i küllə aləm-i kövn-ü fəsadıdır. Sallallahu aleyhi və alihi və avladihi və əshabihi hümül bərərəti əl-xeyrə və qatilil kəfərəti vəl-fəcərə. Burada görürük ki, bir taza yol açılır. Səfəvi dövründə bir inatçılıq var Osmanlı ilə. Əlbəttə ki, dünya, türklər yaşayan torpaqlarda müxtəlif özlərin sultanı elam eləyənlər var. Və bunlar bir-birlərindən rəqabət edirlər. Kim gücü tutub saxlaya bilsin. Səfəvi dövründə Həzrəti Əli və onun oğladı üzərinə ki, öncədən Misridə və indiki İranın iki yerində, bir Xorasanda, bir də Gilan, Mazəndaran yerlərində iki dana Şii hökumət var idi. Çox ciddi, mütəəssib bir hökumətlər idi və onlar bir də şeyləri gətirmişdilər, Şiəliğin bir də şeylərini yaratmışdılar. Yer hazır idi, yəni Şiəliğa. Yayılırdı, yəni bu bölgənin insanları nədənisə belə şey olmuşdular, əlaqə tapmışdılar Şiəliğə yavaş-yavaş. Yəni deyəndə yavaş-yavaş hududən 90
900 il çəkibdi bu mərhələlər olsun. Yəni Fatimilər Misridə, sonra o şey ki siyah camegan deyirlər farsça, qərə geyimlilər Xorasanda, sonra Gilanda qurulan bu şeylər yavaş-yavaş yayılır, yəni hökumət qrupları, amma kiçikdirlər, yəni çox ciddi bir şey deyil. Misr dediyimizdə indi biz onun adına Misr deyirik. Qədim Misr ayrı bir şeydir. Məsələn Qahirə özü bir ayrı bir yerdir, ora bir ayrı yerdir, bura bir ayrı yerdir. Misr indi bir böyük yerin adıdır. O zaman beləsi bir şey yoxdur. Necə ki İran yoxdur, necə ki şey yoxdur. Bu cür eyni bunlar. Bunların hamısı sonralardan qoyma addır. Məsələn Suriyə, Əraq. Bu hətta Əraq ki vardı. Bu bir kiçik bölgənin adı ola bilər. Sonra bunu bir böyük bölgəyə qoyublar. Onun üçün də bir Əraq Əcəm var, bir Əraq Ərəb var. Çünki məsələn Əraq Əcəm məsələn kiçik indiki dediyimiz məsələn kiçik bir yerdir. Hər halda burada bir şey dedim. İstəyirdim bunu deyəm ki, bir Həzrəti Əliyə yaxın və xulafayı o birisi 3 xəlifəyə və onların ailələrinə yaxın, uzaq bir mövqe sərgilir. Yəni Həzrəti Əlini çox əlaya çıxadırlar və o birisi xəlifələri, o birisi Əşəri, Mübəşşirə, Nizadə bunlar hamısını ləcənə çəkirlər və o cümlədən Həzrəti Ayşə sallallahu əleyhanı da tohinə tuturlar və bəzi digər xanımların da tohinə tuturlar. Amma burada görürük onu bir ayrı cürə deyir. Baxın görün bir də oxusam buranı. Vasitəyi sülh küllə aləmi kövn fəsadudur sallallahu əleyhi Həzrəti Rəsul və əla alihi. Ali elə tamam qızlarına gedər, təh Fatimiyə getməz ya təh Həsən Hüseynə getməz, o birisilərə də gedər. Yəni Həzrət Peyğəmbərin 2 dənə də ayrı qızı var. Onlardan da uşaqları ola bilər. Əlbəttə bir dəfə burada axtarmışam. Yəni fikir edirəm ki, yazılarda indi yerində bir axtarıram, görürüm ki, onlardan neçə uşağı var və əshabihi. Əshabi deyəndə o öncədən ki bunları tohinə bağlırdılar, onları burada şey edir, amma əzvacın yazmayıb burada zahir. Və əshabihi humul bərərətil xeyrə və qatilül kəfərəti vəl fəcərə. Əshablara belə gözəl bir şeylə sözlə dedi və bəduhu. İndi burada söz qutardı. Əla Həzrət fələk ərfəət keyvan rütbət bəhram soulət müştəri səadət surət nümay ayini şوکت İskəndəri zinət afzayı اورنج دارایی و قص و قیصری جوهر شمشیر کشورگشای فارسی مزمار فارس مزمار دولت خدایی طالع احتمالا uzaqdır amma taliyə də məncə dövlət xudayi qalib bəniyati ilmu tuğyan ələmi tuğyan bunyan ələmi tuğyan ehtimalən qal'i dövlət xudayi قالی بنیان ظلم طغیان را رافعی رایات عدل و احسان ریحی آصف دریای استراب اهل نفاق و برگ خاطف خرمن هستی ارباب بغی و شقاق آرام بخش بحر طوفان زای جهان رای جهان olacaq احتمالاً بخش طوفان رای جهان و تسجیندهی شورشی لجه آشوب خیز ادوار و ازمان مطلعی صبح سفید روزی ایام بهینی بهبنی جوهری بهین de olabilir جوهری صدف شهور و اعوام معدنی دری فروغی سلطنت عظما و منبعی زلال کوثر مثال دولتی کبرا سرافرازیده دیهیم تاجداری و پایی افزای تخت فیروزبخت بال شاهی و چامچاری خدیوی نافذ الامر اقلیم دولت قوی بنیاد و شیران
شیراز بند اوراق پریشان امور بلاد و عباد سلطان البرین و الخاقان البحرین ثانی اسکندر ذوالقرنین خادم الحرمین الشریفین. Diqqət mi, bu 4 sətir yazılanların hamısı 4 sətirlə də çox oldu. Oradan ki əsab başladı 1 sətr, 2 sətr, 3 sətr, 4 sətr, 5 sətr, 6 sətr, 7-ci sətrə gəlirik. 7-ci sətr bunların hamısı Osmanlı haqqındadır. Və İba dedi ki mənə خادم الحرمین شریفین نجم الفلک نجما لفلک السلطنه و الخلافت və العظمه. Diqqət buyurun, bunların hər bir kəlmə çox önəmlidir. Yox, biraz atlamışam. Və şirazəbənd اوراق پریشان امور بلاد و عباد سلطان البرین و الخاقان البحرین ثانی اسکندر ذوالقرنین خادم الحرمین شریفین نظما لفلک السلطنة و الخلافه نظما ulduz لفلک السلطنة fələk o yerin ya göydəki ulduzların fırlanan yerlərə deyirlər. Fırlandığı müddət. Fələk səltənət və xilafət və əzəməti və rəfət və mərhəməti və birr. Bağışlayın. Hello. Nine. Okay. Thank you. Okay. Dedi ki سلطنتی و الخلافت و العظمت و الرعفت و المرحمت و البر و العدل و الاحسان سلطان محمود خان ابن سلطان Mustafa xan. Sultan Mustafa xanın oğlu Sultan Mahmud xan. Yəni indi oldu 9 sətir fəqət bu sultanın haqqında böyük danışır. Bunun yanında özünü əvvəldə gətirməyib, mən filan kəs deməyibdi. Əvvəldə Həzrət Rəsuluzadə gətirir. Yəni Cövhər-i Dirəxşəndi, Kəlam-ı Lü'lü, Ərzəndi, Bəyan-ı Dürri, Tac-ı Nami, نامه و زیبی فرق مباحات خامه‌ای المغله نام بلا نمینید bu qabiliyyəti ola namı bülənd xudavənd. Orada Allaha görə danışırdı. İndi burada gəlibdi və Mahmud Xan ibn Sultan Mustafa xan haqqında danışır. Bu Mahmud ehtimalən bunu yazaq burada Mahmud Xan ibn mən bunu dilini çevirim. Sultan Mahmud yazsaydıq. Sultan Mahmud gözü xanın kəlməsində gətiribdi. Sultan Xan ibn Mustafa xan. Sultan Mahmud Xan Sani. Kitabın adını əvvəl yazaq burada. O bizdə şey olsun. Kitab deyil, bu namədir. Ad Nadir Şah naməsi kimə? Sultan Mustafa Xan Xan ibn Sultan Mustafa değildir. Sultan Mahmud Xan ibn Sultan Mahmud Xan ibn Sultan Mustafa Xan. Tamam. Bu hangi ildə doğulub? Bunu 1185 ilə
1185 hicri ilə 1218 hicri aralarında bu adam 30-cu Osmanlı padişahı və Mustafa Xan Salisin oğludur. O, Osmanlı tarixində böyük islahatlar və köklü değişikliklər aparan bir hökmdar kimi tanınır. Sultan Məhmud Xanın dövründə baş verən ən önəmli hadisələr və köklü islahatlar bunlardan ibarətdir. Vəqai xeyriyyə Yeniçeri ocağının ləğvi. Buna deyiblər vəqai xeyriyyə. Ordu rəsmən gedibdi, o tarixi təcrübəsini əldən veribdi. 1826-cı ildə əldən gedibdi. Miladi ilində dövlətin hərbi gücünü təzyiq altında saxlayan Yeniçeri ocağını ləğv edərək yerinə Əsakir-i Mənsuri-i Məhəmmədiyyə adında modern bir ordu qurdu. Modernləşmə hərəkatları geyim, keçim islahatı apararaq fincan, fəs geyməyini rəsmiləşdirdi. Cəlibdir ki, burada biz özümüzü modernləşməyi nə də görürük? Paltarda görürük. Eləcə də dövlət idarəçiliyində nazirliklər, vizarətlər sistemini yarattı. Təlim və təhsil. Osmanlı dövlətində ilk dəfə olaraq Avropa sayağı, bu cəlib sözdür, Avropa sayağı, məktəblər və tibb fakültəsi açıldı. İlk rəsmi qəzet olan Təqvim-i Vəqai onun dövründə nəşr olunmaya başladı. R qoyubdu ona görə. Siyasi çətinliklər, onun padişahlıq dövrü eyni halda üsyanlar və torpaq itkiləri ilə də müşayiət olunubdu. Yunanın istiqlalı və Misri valisi Məhəmməd Əli Paşa ilə olan savaşlar bu dövrün ən ağır siyasi hadisələridir. Sultan Məhmud Xan Sani Osmanlı İmparatorluğunun klasik quruluşundan modern dövlət quruluşuna keçişində ən böyük nəqşi oynayan padişah hesab olunur. Onun qoyduğu təməllər sonradan gələn tənzimat dövrünün yaranmasına yol açdı. Yəni bu şahın dövründə biz başlamışıq Avropanı təqlid eləməyə. Nədən isə bilmirəm, onun nədənlərin adam axtara bilər, görək ki, nədir. Görək hər halda nə deyir? Deyir ki, Mustafa Xan xəllədəllahu mülkəhu və sultani həzrətlərinin mərrat zəmir münir xurşid nəzərlərinə müntəbi oladisine maziyədə ki, səhra-i gəncə müqər orduyi zəfərnumuni və əyyam-ı inqilab İranidə təsərrüf dövlət Rusiyyəyə geçən vilayat-ı Dərbənd və qeyrənün intizai bu niyazməndi dərgah İzədi üçünün vecihi himməti olub taife-i Rusiyyə və vilayat-ı məzburəyi ki, mülk-i qədimi İran idi, bila üzru qədər nəmənə belə dəsturi sabiq üzərə bu dövləti xudadad mənasikin təsərrüfü, mənatiq olacaqdır, mənasik kimi görsənir, mənasinin yazıbdır, mina da ola bilər, mina mənasına təsərrüfünə verdilər və heyni iniqadi musaləhə də padişah-ı zicah-ı xurşid külah özün indi. Ya Nadirin özü isə padişah-ı zicah-ı xurşid külah-ı Rusun xahiş və ricasına binaən əhd və iqrar yəni o da özünün işi deyilmiş demək özünü. Burada Rusiyyənin xahiş və ricasına binaən əhd və iqrar ümmi ki, hər nə
odur ki, hər nə vaxt ki dövlət-i İlliye-i Osmaniye ilə bu dövlət-i nadirə beynində müqəddəmi müsaləhə təhqiq bulə, ol dövlət-i uzma ilə sülh-i Rusiyə dəxi sülhnaməyə qeyd olə. Tamam. Burada getir onun üstünə, məncə daha bundan izafi bu qərardadın üstündə, yəni namənin üstündə şeyləməyək. O əzəmətin göstərir ki, nə qədər, bir də barışa hərəkət eləmağın göstərir. Əlbəttə qalanını oxusaydıq daha yaxşı olardı, amma bu qədər yetər. Gedək kitabımızı oxuyaq. İnşallah bir dördə arşivlərə başlarıq. Orada da arşivləri baxarıq. O da bizə daha yaxşı olar. Gəlirik bugünkü Nəzm-i Cəvahiri Eyni adında bir kitaba ki 404 səhifədə yazılıb, yəni 202 vərəqdən ibarətdir. Biz kitabın bundan izafə də kiçilmir ki, kitab yerləşsin səhifəyə. Görürük ki, bunun bir gözəl kitabı varmış, basmı ilə üstündə nəqş salmışmışlar və kitabın da adın üstünə yazmışmışlar. Bir tərəfdə ərəbcə görürəm, bir tərəfdə latincə görürəm. Suya, kitaba o qədər, əvvələn kitab çox sökülüb, yəni Şirazə görsədir, kitab zırılıb, dağılıbdır, o gön aradan gedibdir, arxadakı o parçalar çıxıbdır, onlar da zırılıbdır. Eyni halda görsənir, kitabın bir bölümünə çoxlu xəsarət dəyibdir, gətiriblər bunu bir yapışqanlarla, bir növ maddələrlə ki, mən məsələn deyim ki, nəyə bənzədə bilirəm, bir növ yapışqan da hər halda beton kimidir. Beton deyil əlbəttə, qətlən ki, beton deyil. Amma bir cür bir yapışqandır. Bunun ən azından iki aşamada bunu qoyublar bura, bərkidiblər ki, o kitabın cildi saxlanılsın. Təmir eləyiblər, amma ortanı təmir eləyə bilməyiblər. İkinci səhifəyə gedirik, kitab çox böyükdür, səhifəyə yerləşmir. Ona görə burada da görürük ki, kitabın içində o cildinin içi görsənmir. Kitabın adını da burada bir oxuya bilsəydik, bir görsəydik cildin üstündə nə yazıbdır. Gələk bunu çevirək. Bu nədən isə tərsə qoyulubdur. Nəməniyi məxsus. Belə bir şey yazılıb bunun üstünə, amma kamil oxunmur. Qeytərməliyik kitabı bu vəziyyətə ki, eləyə bilək, davam eləyək. Kitabın cildinin içinə baxırıq, cildin içində ən azından bu gönün üstünə iki kağız yapışdırmışmışlar. Kitab çox önəmliymiş, yəni. İki kağız yapışdırmışmışlar. Cırılmasın, aradan getməsin, amma görürük ki, cırılıbdır və aradan gedibdir. Bunun da üstündə bir qırmızı yazılar yazmışmışlar. Şayət də o birisi tərəfində yapışdırıblar, o da aradan gedibdir, oxunmur. Əlbəttə, bəzi adamlar bunu oxuya bilirlər, çünki tərsə yazını oxumaq özü bir gücdür. Bəzi insanlar ayna da qoysaq bunu bəlkə düzəldər, oxuyarıq, amma bu da bir şeydir. Kitabın ortası dedik, Şirazə aradan gedibdir. Kitabın adı yazılan yer, kitabın əvvəlindən bir neçə səhifə aradan gedibdir. Bunu deyək. Çünki biz yetişirik bir səhifədən başlayırıq, kitabın ortasıdır. Çox gözəl bir buna haşiyə düzəldiblər, çərçivələr, çox ciddi bir mühəndislik. Burada görürük xəttatlıqlarda, nəqqaşlıqlarda, rəhdə falan çox ciddi bir rəhlər görürük. Ki, indi bu rəhlər bəzi saxtamanların içində və eşiyində bu nəqşələr işlənir, görürəm bunları. Kitabın, təəssüfanə bunun güşəsindən biri cırılıbdır. O da burada görürük. Yazının dövrəsi də belə nəqqaşlıq olubdur. Qızıl rənginə hər halda bu nəqqaşlıq olubdur. İkinci səhifəyə gedirik. Kitabın dövrələrinin çürümağını burada kamil görə bilirik. Kitabın 4 dövrəsi təqribən demək olar ki, səhifənin üzləri çürüyübdür. Kitaba su gəlibdir. Burada yaşıl rəhlər görünür. Bu ehtimal verirəm birazı sudan ibarət olsun. Suyun təsiridir. O birisi tərəfin bu rəhlərin rəngi çıxıbdır bu üzə. Yəni vərəqin bir üzünü nəqqaşlıq eləyiblər. Onun su gəldiyi üçün rəngi çıxıb bu birisi üzünə, arxadakı üzünə. Amma sütunlar, çərçivələr
Endi çərçivələri vardı. 3 mm, 4 mm olar. Onun üstündə yaşıl rənginlə və 2 dənə qara rənginlə çərçivə diziblər. Sonra da arada bir 3 mm qızılı, ondan sonra yenə bir buna elm əhlləri su deyirlər, su çəkiblər. Çox da gözəl bir əl yazması var. Kitab türkcədir. Çox gözəl bir əl yazma idi ki, ehtimalən su gedib xarab eləməsə bunun %99'un oxuya bilərəm. İçin anlamaqda çox müşkül çəkə bilərəm, o bir ayrı bir məsələdir, amma oxumasını oxuya bilərəm. Bu kitab bu vəziyyətdə indi Süleymaniyə kitabxanasında əlyazma bölümündə həttəmən saxlanır İstanbulda. Kitabın çürüklərini görürük. O birisi səhifələrdə aynı yazı ilə bəzi kəlmələr və bəzi cümlələr qırmızı ilə yazılıbdır. Təəssüflə qırmızı nədənsə o qərərin keyfiyyətində yoxdur. Onun üçün də biraz o rəngi solubdur ya hətta silinmə halına belə deyə bilirik ki, gedibdir. Kitabın bəzi yerlərində cümlənin sonunda bir nəqqaşi çəkiblər. Bir cümlənin sonunda bir yarpaq çəkiblər və bəzi cümlələrin sonunda ya ortasında virgül yerinə bir gül çəkibdir. İçin qızıl rəhliyibdir. Təəssüflə bundan izafi azaltmır ki, bunu eləyə bilək səhifələri vuraq ki, biz məcburuq ki, beləsi oldu. Kitabların burada o zaman ədəd ilə bəzi səhifələrə yazıblar. Biz görürük ki, bunun əvvəlinə qeysaq, mən əvvəlinə biri qeydim. Bu latinlə sonralar, bu kitabı alandan sonra qalan səhifələrinə nümerə qoyublar. Amma ondan öncə biz görürük ki, bu səhifə ki, baxdıq, üstündə də şey var deyil. Bu ikinci vəraqdır, yazılı vəraq. Çünki bunun bu tərəfi 4'dür, bu tərəfi qalır 3 olar, 2 ilə də 1 düşmüş olar. Bu kitabın özündən düşən 2 səhifədir, yəni bir vəraq düşübdür. Bunu görürük. Amma ondan öncə adlar, boş yerlər, onlar da düşübdür. Yəni kitabın adı olan səhifə, yazısı olan səhifə və bir neçə səhifə, ağ səhifə məmulən olar ki, orada da bir iddə adamlar yazılar yazarlar ki, bunu kitablarda görmüşük. Onlar düşübdür. Hər halda bu kitabın yazı və bəzəkli, təzhibli olan bölümündən bir vəraq düşüb ki, 2 üzü var, o vəraq düşübdür. Nümerə qoyublar ortasında, səhifənin ortasında biz bu günləri İranda və ərəb məmləkətlərində istifadə elədiyimiz qədim 4-5, məsələn, burada görsənir. Ondan sonralar da gəliblər buna latincə qoyublar, yazı qoyublar. Məsələn, biz burada 11-12-ni İranda və ərəb ölkələrdə işləyən ədədlərlə görürük. Sonra da qıraqda 5 yazıblar, yəni ki, cüt-cüt qoyurlar. Hər cüt səhifəyə bir dənə, hər vərəqa bir nümerə qoyurlar. Vərəqın da 2 yüzü var. Dediyimiz kimi burada təəssüflə bundan izafi kiçilləşmir ki, biz bunun aşağısında da eyb-irad olsa ki, görürük. İndi burada məsələn bunun eyb-iradını gördük, bayaqdan bunu görmürdük. Kitabın hər halda o tikilən yeri çox da dağılmayıb, amma kitabın çürüməyi ortada da gözə çalır. Bu səhifə 21-ci səhifə kitabda, PDF-də 11-ci səhifədə burada görürük ki, bu kitab burada çox cırılıbdır. Yəni bu səhifə çox cırılıbdır. Bunu yapışdırmağa çalışıblar. Bir də kəlmələr oxunmur. Yaxşı da yapışdırmayıblar ya da yaxşı çalışmayıblar. Hər halda bunu çalışıblar ki, belə bir iş görələr. Bu üzdə də onlar düşüblər. Yəni təəssüflə düşübdür. Qovmu əşirətü sən'i vəlayə və suri. Belə bir şey yazıblar. Bu nə deməkdir? Bilmirəm. Kitabın ortasında ki, su geçibdir. Bəzi səhifələr bir də qeydirəm. Məsələn, bu səhifə PDF-də 10-cu səhifədən və kitabda 21 və 22-ci səhifədən, 22-cindən əslində kitabın cırıq görürük. Həm qıraqlarda cırığı var, kitabın ağzında cırığı var, həm də Şirazədə cırılıbdır. Ortada bu cırılmağı görürük ki, çox pis cırılıbdır. Mən deyirdim ki, buradan sonra şey olar, amma zahirən kitabın ortası niyə belə cırılıbdır, dağılıbdır, orasını bilə bilmirəm. Düzəltməyə də çalışmayıblar bunu. Yəni bunu elə bir cürsü saxlayıblar
Əlbəttə, zahirən bir növ çəsbidən istifadə eləyiblər. Burada görsənir, yapışqandan istifadə ediblər, kağızı yapışdıralar, amma çünki kitabın o üzünə də baxırıq. Nə cür bunu yapışdırıblar bilmirəm, amma oxunmur. Yəni bir çox sətirlər oxunmur. Neçə səhifədir? 1, 2, 3 vəraq. 1, 2, 3. 3 vəraq cırılıb ortada, çox cırılıbdır. İlləti nədir? Bu birisi səhifədə, amma yazı əla bir yazı. Qıraqlar, orada-burada qıraq yazılar görürük, oxuyublar ehtimalən. Yenə də gəlirik PDF-də 18 yazıda 25-26-cı səhifə, 26-cı səhifədə görürük ki, yenə də cırılıbdır. Amma buranı bu səfər biraz yapışdırıblar. Yəni demək olar ki, bu əcəba bu şey deyirdi ki, Cimnay və o birisi deyirdi ki, bu vərəqlər şeydir. Yumurta ilə şey çəkiblər, ahar çəkiblər. Ehtimalən o aharlar da dağılıbdır. Yəni ona görə yazılar gedibdir. Yəni beləsi, yenə burada neçə səhifə olur? Bu bir vəraq, bu ikinci vəraq, üçüncü vəraq və kitab qutardı. Qutarmadı. Arasına bir qərə kağız qoyublar, arxasına ki, onun cırıqları bəlli olsun nə qədər cırılıbdır. 21-ci səhifədə PDF-də baxanda kamilən aradan gedibdir, çox pis aradan gedibdir. Mən onu bir dəqiqə itərim dalıya. Təəssüflə burada hətta kitabın tərcümə olmasından danışır, amma belə nəzərə gəlir ki, bunu biz görə bilməyəcək, çünki aradan gedibdir. Burada da yenə o qara kağızı qoyublar, altına kamil bəlli olsun kitab nə cür cırılıbdır. Sonra davam edir. Mən daha bunlara çox şey eləmiyim. Kitab heyif olubdur bəzi yerlərdə. Burada da 41-ci səhifədə PDF-də 31-ci səhifədə görürük ki, kitab vəsətdən calibdir, cırılıbdır, amma başa nə cürsə dibdən cırılıb gəlib başa. Bu nə cür olub beləsi cırılıbdır? Ehtimal verirəm aşağıdan, məsələn uşaq əlinə keçib aşağıdan çəkib beləsi cırıb gedibdir. O birisilərə heç diqqət eləmədim nə cür cırılıbdır. Amma cırılıbdır, çox gözəl. Bu belə bir kitabı uşaq əlinə vermək və o zamanda, indi hangi zamanda yazılıb, bunu axtarıb taparıq əlbəttə. Bu kitabın qıraq yazıları müxtəlif zamanlarda, müxtəlif qələmlərlə, müxtəlif adamların əli ilə yazıldığı üçün görünür. Kitabın aşağı tərəfindən Şirazəsi çox eybi irad görübdür. Oradan da uşaqlar da oynayanda yazını hesabı eləyə biliblər, cırarlar və burada bir neçə səhifədə görür ki, Şirazə dağılıbdır. Burada da Şirazənin bir-birindən qopmasın, o tikişlər qopubdur, onu da görə bilirik. Sonra yenə davam edir. Bəli, nəzərə gəlir ki, o ahar dediyimiz kağızın üstünə çəkirlər ki, yazı çox uzun zaman davam tapsın, o da bəzi yerdə qopubdur. Niyə qopubdur? O bir ciddi məsələdir. Əcəba kitabın ömrünə dəxli var. Amma xətt çox da uzaq zamanı göstərmir. Yəni, məsələn, deyək, 800 illik kitab deyil. Hərdən bir səhifələri aşağısına da baxıram ki, bəlkə burada şey olar. Çox əla bir sistemi var, mühəndisliyi var. Bu, məmuli bir adamın kitabı deyil. Buna zor çatmaz bura almaq. Yəni, ehtimalən buna bir şey tapaq, görək ki, bunun qiyməti neymiş, neçəymiş, neçəyə alıblar. İnşallah belə bir ittilatı da bunun. Kitab 129-cu PDF-də səhifəyə gələndə görürük, kitab səhifə vərəqdən qırılıbdır. Bunu elə o cürüsü qoyublar ortaya, əyri-üyrü, əksini salıblar. 2 dənə vərəq o cürüsü idi. Davam edirik. Yenə də burada 2 vərəq yenə qopubdur. Ehtimalən o vərəqların bu birisi tərəfidir. Yəni orada qopubdur, burada da qopubdur. Aşağılarına baxmadım. Bəlkə aşağılarına baxsaydıq, görərdik ki, onlar buradadır. Görürüm ki, aşağıdan bunlar cırılıblar ya yox. Yox, bunun aşağı tərəfdən bağlanıbdır, üst tərəfdən cırılıbdır. Sonra da o birisi tərəfdən ki, bu kağızın iki qatdırlar da ortadan tikmək üçün qatlayarlar gərək. O qatdıqları yerdən tazaşdan bu tərəfdən də cırılıbdır. Onu da burada görə bilirik. Çox cəlib bir kitabla qarşı-qarşıyayıq. Elə kitabın beləsi əksinə baxanda qıraqlarının çürüməsi və səhifələrin cırılıb bir-birindən ayrılması, kitabın eşiyi çıxması, ağzının
mürəttəb görsənməməsindən, düz görsənməməsindən bəlli olur ki, kitab çox heyf olubdur, çox heyf olubdur. Yenə gəlirik 170-ci səhifədə görürük ki, aşağıda ortadan kitabın çürümağın, nə dərinlikdə kitab çürüyübdür. Yəni, çürüməyi hardan görürük? Buradan ki, kağız qərəlib hətta tökülübdür. O qərəsini saxlayıblar, yəni qalıbdır. O kağızı yeməsə yaxşıdır sonralar. Dediyim kimi, məsələn, burada da görürük ki, yenə aşağıdan kitabı cırıblar. Bəllidir, kitab aşağıdan cırılıbdır. Üstünə bir yapışqan yapışdırmışlar. Məsələn, bugünkü naylon yapışqanlar vardı, yapışdırırlar. Fikirləm ondan yapışdırmışlar. Ya qalır, ya da düşübdür. Məncə düşübdür. Yəni, bilirsiniz, onlar 4-5 ildən sonra, 10 ildən, 20 ildən sonra onlar öz-özünə o yapışqanlıq aradan gedir, qopurlar, düşürlər. Burada neçə səhifəni o vəziyyətdə görürük, neçə vərəqi o vəziyyətdə görürük. Hala buradan bu yüzden zahirən kitabın axirlərinə yetişmişik, elə o vəziyyəti davam edir. Yəni, kitabın aşağı tərəfi çox eybirat görmüşmüş. Yenə də burada da bir səhifədə gördük, vərəqdə gördük onu. Kitabın ortasında çürümək əlaməti kamil görsənir ki, burada bu səhifələrdə 186-cı, 185-ci vərəqlarda kamil görsənir, bu kitab çürüyübdür. Bu da yenə də burada aşağıda kamil, burada da çürümək aşağı. Yəni kitabın hər yeri su çəkib zahirən, amma bəzi yerləri nədənisə çürüyübdür. Əcəba orada bir nədənisə orası bir mənə sual yeri oldu ki, nədən ola bilər ki, bir kitabın bir tərəfi o birisi tərəfindən çox çürüyə bilər. Gəlirik kitabın sonuna yetişirik. Kitabın sonu yarımçılıq qalıbdır. Hardan bilirik? Buradan ki, məmulən kitabın sonu qutaranda bir təmmət yazarlar. Bir tarix kimi bir şey yazarlar. Yazan filan duadan zatdan istərlər. Bir bu səhifə yoxdur. Bir də görürük aşağıda hər səhifədə ki, bunu görə bilərdik ehtimalən. Gələn səhifə hangi kəlmə ilə başlayacaq, onu da yazırlar. Və bu son səhifəmizə gələndə görürük ki, aşağıda yazıblar. O birisi səhifədə dəmu ya vəmu deyə kəlmə ilə başlayacaq, amma yoxdur. Beləliklə bəlli olur, kitabın əvvəlindən bir vəraq, axirindən bir çox vəraq düşə bilər. İndi bunu qeydək bu kitabın əvvəlindən, yəni eləyə bilsək, biraz oxuyaq, görək ki, əlbəttə dedim, oxumağı çox rahatdır, çünki xətti çox aydın yazılıb, çox aydın. Mən buracan bu aydınlıqda kitab az görmüşəm bu türkcə kitabların içində. Kitabın əvvəldə 2 səhifəsi yoxdur, yəni bir vəraq yoxdur yazılıdan, yazılı bölümdən yoxdur. Onun üçün biz kitabı ortadan başlayırıq oxumağa. Beyt, Bismillahirrahmanirrahim ilə başlayaq. Beyt, ilahi namün etdüm tac namə ki naməm şayə olə xas amə üslubi ilə iftitah eylədi ki, və sultan-ı şüəra və fuxul-ül üləmadən olan ustadımız Eyni Əfəndi mərhum. İndi bu mərhum o zaman bu adam diriymiş. Bu Eyni Əfəndini yazanda adın o zaman bu diriymiş. Sonra bunun haqqında bir cümlə yazmışmış. Bir uzun cümlə yazmışmış ki, bir sətr üstə, yarım sətr üstədir. Aşağıda da bir üstə deyək ki, bir sətrin 3-dən 1-i siliblər, sonra mərhum olubdur. Və sonra da aşağıdakı sətrdən də 4-dən 3-ün siliblər. Üstə 4-dən 1-in siliblər, aşağıda 4-dən 3-ün siliblər. Beləliklə orada. Sonra bu kitab Eyni Əfəndinin öz zamanında yazılıb. Onun üçün də xətti öləndə bu kitabı götürüblər, siliblər. Siləndən sonra bir ayrı xətt ilə ki, bəlli olsun bu o zaman şeymiş, o cümlələri götürüblər, yerinə yazılıb mərhum. Bu xətt çox fərqli bir xəttdir. Yəni, dəqiqən bəllidir ki, bu şey oldu, amma elə siliblər ki, bunu bəlkə də oxumaq ola bilər. Əgər biraz adam diqqət eləsə, kitabın əslinə baxsa, günə işıq azada tutsa, bəlkə bunu oxuya bilər. Amma burada bunu oxumaq çox, mən axirdə bir həzrətləri kimi görürəm.
yəni sətrin ikinci sətri silinibdir. Onun axırında Həzrətləri Nəzmil Cəvahiri ehtimalən Cəvahiri ehtimalən kitabın adı Cəvahiri olacaqdır. Beyt به نام ناظم دیوان هستی به عشقی منشئی حکمی الستی. Bir beyt idi. Kelami ilə ibtida eylədici gibi və Qur'an əzimüşşənə iqtida və hədis fəxim ünvanə iktifa və icma sələfə intima və tə'lif xələfə etina üçün müftihi mənzuməsində ünvanı furqani və əqnumi subhani olan bismillah-i mərufəyə bədəl olur kəndü ibarəsi cinsindən bir tərtib ilə ədai bismillah eyləyib buyurur. Deyir ki, indi burada zahirən bu bir nəzmi dedik, amma divan da yazılıb burada ehtimalən. Görün divan kəlməsi orada. Nəzmi Cəvahiri deyə. Ehtimalən bu olacaqdır. Orada onu silibdir. Bilmirik ki, bu ad onunkudur, yoxsa elə məsələn bu şey deyil. Yəni bilmirik buracan divan onun adı nədir? Divan deyə yox. Amma burada görürük ki, gəlir deyir ki, o adam, yəni Eyni Həzrətləri kitabı Bismillah yerinə bir başqa bir sözlə ki, özü Bismillahın yerinə çeylibdir, deyibdir. Nə mənə deyibdir? Onu deyibdir, buyurur. Nam-ı Xuda zikr eylədim ibtida. Mənzil-i məqsudə odur, məqsudə odur rəhnuma. Bu onunla başlayır. Nam, kam və zənəndi farsidir. Nam-ı kam və zənəndi farsidir. Ərəbiyyədə ismi və türkiyədə ad dərlər. Nama ərəbidə ism, türkçədə ad deyərlər. Xuda zəmmi xeynən xəyo Xuda mücəmə ilə mücəmə dedikləri yəni x ehtimalən zəmmi mücəmə ilə cüda verəndə belə bir şey verənəndə dedik də verənəndə. Buradan indi o da səfənin axiridir, biraz da orası su tökülübdür, oxunmur. Nəinki mən oxuya bilmirəm, çünki ehtimalən oraya silinibdir ya silinməyib, amma bir cür olubdur ki, silinmək kimi də olubdur. Ya ilə və yasız iki məna beynində müştərəkdir. O Xuda sözü. Birisi zat-ı bariyə ismidir. Xuda. Ərəbidə Allah kimi. Qeyrə itlaq olunmaz. Allahdan qeyrisinə ixtilaq olunmaz. Amma biz kəd Xuda, nə bilən filan bunlar işlənir. Birisi pəs o iki məna beynində müştərəkdir. Birisi zat-ı bariyə ismidir. Ərəbiyyədə Allah kimi qeyrə itlaq olunmaz və bəzisinin indində Xudayəndədəndir. Xudayəndə kəlməyə deyir ki, o Xuda sözü Xudayəndə sözündən ayrılmış bir sözdür. Nə deməkdir? Xudayəndədən mürəkkəb və bəzisinin Xudaydən, Xuday sözündən Xuda yaradıblar. Deyir ki, bu üç dənə qol var buracan. İki qol buracan Xuda kökünə görə. Xuda. Bəzilər əvvəldə biri budur ki, bir ismidir Allah kimi və ayrısından işlənməz. Yəni münhəsir bir fərdidir. İkincisi deyir ki, taysız bir addır. Yəni bunu ayrı bir adda işlətməzlər. Amma ondan sonra deyir ki, yox, bu bəzilər deyiblər ki, bu Xudayəndə sözündən gəlibdir. Xudayəndə. Və bəzilər deyib ki, yox, Xuday sözündən gəlib, Xuda sözü. Mürəkkəbdir, lakin ustadımız müşaru ileyh, yəni Həqqi Həzrətləri Eyni, üzrə mən burada Eyni oxudum, Həqqi oxudum. Eyni Əfəndi, ustadımız Eyni Əfəndi müşaru ileyh yazar Eyni Əfəndi. Bunu yazarşı da yadımızdan çıxmasın.
Ustadımız müşarili birəsi kəlmə olduğuna, birəsihi kəlmə olduğuna zahib olmuşdur. Deyir, bu mütəqiddir ki, Xuda öz başına bir kəlmədir. Ayrı bir şeydən ayrılmayıbdır. Beləsi deyibdir. Və vəsfi tərkibi dəcildür. Deyir ki, Xuda sözü vəsfi tərkibi dəcildür. Ərəbidə ləfz-i cəlalə burada bir şey görürəm. Əvvəl çarçivəni dizmişmişlər bu kitaba üçün. Sonra için yazıblar. Bunun üçün də yox. Əvvəl yazını yazıblar, sonra çarçivəni diziblər. Çünki çarçivəni dizəndə bəzi kəlmələr gəlibdir, çarçivənin içinə keçə. Xəttə əyirmədıqları üçün hamısında çünki bir dənə çarçivə diziblər. Deyə bilirəm ki, bunun şablon deyirlər. Şablonu var, o şablonu qoyublar, onu diziblər. Onun üçün bunu orasını söküblər. Yəni o çarçivəni orada söküblər, kəlmə yerləşsin, onun içində qalsın. Amma ondan eşiyə çıxmasın. Bunu burada gördük indi. Ləfz-i cəlalə, Allahın adına ləfz-i cəlalə deyilir. Fazil-i sibeveyh əlal və idğam eyləmədici kimi və birisi sahib və Rəbbi mənasına dər. Əgər bir şey ilə müqəyyəd olursa kədxuda və xanəxuda gibi ki sahibi xanə deməkdir, məlum ola ki, hər kəlmənin axiri əlif və vav olsa, anda bunlardan sonra bir ya müqərrərdir. Əlif ilə vav olan kəlmə axiri olsa, deyir, ondan sonra fars dilində buna bir ya gələr. Müqərrərdir, yəni yazıla bilər də, yazıla bilməz də, amma orada bir ya nəzərdə tutmalıdır. Dər nəhayət, haləti izafətdə isbatı lazımdır. Gərəksə isbatı lazım, yəni olması orada lazımdır. Əgər izafə haləti olsa, Xudayı, məsələn belə izafə olsa, ol kəlmə sifətə muzaf olsun. Boy dilaviz gibi. Buy dilaviz gibi. Bu izafə olub da, buy dilavizə izafə olubdur farsçada. Gərəksə qeyriyə muzaf olsun. Buy nafə kimi. Nafə, buy nafiyə muzaf olubdur. Nafə buya gibi. Və bu qayda inşalərdə İnşa burada yazmaq mənasındadır, vücuda gətirmək. Bizə də ki, deyirlər, inşa yazın, o mədrəsələrdə bizə deyərlər, fars dilində inşa yazın. Yəni, özünüzdən bir şey yaradın. Amma biz onda mənasını bilmirdik, onlar da bizə demirdilər. Özləri də fikrim, indi də bilmirlər ki, inşa deyəndə mənzur nədir? Dəxi caridir, fəəhfiz zikr. Burada zikr kəlməsi yazıbdır. Ehtimalən, acaba o qırmızı şey ki oxumuşduq. Bəli, nami xuda zikr edəlim. Onu tərcümə edir. Burada indi bunları bir-bir araşdırır. Zikr, zali mücəmə ilə oradakı bir dənə kəlməni oxuya bilmədik. Burada da oxuya bilmirik. Amma ikisi əl-ələ versə bunu oxuyacaq. Burada ilə cüda vərəndə yazıb. Burada da nə mənə deyir? Bəkrü zənəndə. O da zənəndə olacaq. Bu da bəkrü zənəndə, yəni bəkrü zənəndə nəsr babindən məstərdir. Nə deməkdir bəkrü zənəndə? Bilmirəm. Zalim-ü cəmi ilə bikr və zənəndə. Bikr və zənəndə. Ehtimalən bu adda nəsr babindən məstərdir. Əkmək və yad eyləmək. Anmaq, əkmək yox. Anmaq, zikr anmaq mənasına və yad eyləmək mənasınadır. Ki lisan ilə olur. Yəni dil ilə gərək. Zikri dil ilə deyəsiz. Zikri sözü gələndə anmaq, məsələn deyir ki, filan kəs yaxşı adamdır. Bunu dil ilə zikr eləməyə deyirlər. Dil ilə deməyə zikri deyirlər. Və bu məna məqamə ənsəbdir və bir şeyi onu unutmayıb xatirə tutmaq mənasınadır ki, qəlb ilə olur hifz kimi. Biz bunu bir qəlbimizdə hifz edirik. İbtida, orada bir cümlə deyib də, bunu qırmızı bir dana onları şey edir. İbtida, iqtida və zənəndə.
İbtida, iqtida və zənəndə. İndi o kəlməni ki, orada oxuya bilmirdik. Daha kamil bəlli oldu ki, 2 dənə kəlməni yazılıb. Bekr və zənəndə, iqtida və zənəndə, o birisi səviyyəcini qeysaq, cuda və zənəndə. İndi burada bu cuda ayrı. Zənəndə, yəni bir-birini yapışdıran. Bu anlama gəlir. İbtida, iqtida və zənəndə. Bədəu, yəbdəudən gəlibdir. Yəni, fəth babının iftialindən məsdərdir. Bir nəsniyə başlamaq ağaz mənasınədir. Bir məsniyə başlamaq ağaz mənasınədir. Ağaz nə deməkdir? Əcəba. Və bir nəsnəyi sair nəsnələrdən müqəddəm işləmək mənasına dəxi olur. Bir işi o birisi işlərdən öncə tutub işləmək. Mənzil. Yenə onun cümləsindən bir dana götürübdür. Eyni həzrətlərinin cümləsindən. Məclis və zənəndə. Məclis vəznində. Vəzn. Xuda cuda vəznində. Bir də qeysəm indi bunları indi kamil anladım. Xuda cuda vəznində. Zənəndə deyil. Bunun ahəngində. Və bu birisi kəlmə nə idi? Zikr, bikr vəznində. Bikr, zikr, bikr. Yəni ahəngləri birdir. İbtida, iqtida vəznində. Tamam. Kitabın görürsünüz təxəssüsü olduğu üçün biraz çəhdi. 3 səfə çəhdi ki, bir dana mənanı anlayaq ki, burada nə demək istəyir? Mənzil, məclis vəznində. Nuzul, yəni nəzələ yənzuldən, yəni zərəbə babından ismi məkanıdır. Səhralərdə musafirlər üçün olan qonaq yerinə denir. Musafirxana nə imiş? Mənzil imiş. Və xanə və darə, dar ev, darə itlaq olunur. Məqsud, məqsur vəznində babi sanidir. İsmi məf'uludur ki, mənası məlumudur. Məlum, məqsud. Bu mənadadır. Rəhnuma, yenə də gedir onun şeyinə deyir, rəhnuma fəth ra ilə mühmələ və sükun ha və zəmmi nun ilə rəhnuma. Rəhnuma, zəmmi belə oxunacaq. Rəhnuma. Zəmmi nun ilə rəh ilə numadən mürəkkəbdir ki, vəsfi tərkibidir. Rəh yol və numa numayandan fiili əmri müxatəbdir, göstər mənasınədir. Rəhnuma yol göstər. Mənasınədir ki, əmrün məf'ulidir. Əmr fiilinin məf'ulu gəlibdir. Üzərinə təqdim olunmuşdur. Bəhəsəb tərkibi yol göstərici olur. Tərkib mənasında rəhnuma ikisi bir yerdə yapışanda olur yol göstərici. Məlum ola ki, bir kəlmənin axiri ya olsa, ma qəbli də hərfi illətdən vav yaxud əlif olsa, ya-i isbati də caiz və həsfi də caizdir. Buyi, bu və sarayi, səra kimi. Bu da yazabilirik, buyi da yazabilirik, səra da yazabilirik, sərayı da yazabilirik. Bu qalıbdır deyir o yerinə görə. İndi burada yenə də o eyni həzrətlərinin bir dahi cümləsini açır və onu yazır. Nam-ı Xuda velsə əsası kəlam ehtimalen olsa olacaq. Nam-ı Xuda olsa əlif bir dana burada düşübdür. Calibdir. 2 dana əlif yazmayıblar. Xuda olsa. Elə yazıb ki, o əlifi 2 dana nəzərə tutub. Nam-ı Xuda olsa ələ əsası kəlam anə bina nülə olsa tamam. Bu beytidə dəxi bərayi biraəti istihlal vardır. Bir ay ehtimal olacaq. Bu beytidə dəxi bir ay bəraət istihlal vardır. Nam və Xuda. Məlum, indi qırmızı ilə bunları yazıb, dostlar görməsələr bunu biraz heymən gərək tikir eləyəm. Məlum, əsas. Əsas kəlməsi fəth həmzə ilə ənar və vəznində. Əsas ənar vəznində. Binanın təməlinə denir. Cəmi əs-üsüs gəlir.
zəmmətinlə və hər şeyin əsli və məblasına itlaq olunur. Kəlam, səlam vəznində lüğətdə sözə deyilir. Qol mənasında müqəyyəd olsun, qeyri-müfid, müfid olsun, qeyri-müfid olsun. Əla qolihi benəfsihi müştəfa olan sözə, əla qolihi benəfsihi, əla qolihi bir dana şeydir, gətirdiyi şey, beləsi yəni işlənir. Benəfsihi, özü özlüğündə müştəfa olan sözə denilir şeyi, isnadi, mütəzəmmini, tam və müfidi olan sözdən ibarətdir. Ədəbicə bunları çox məni elir, bilmirəm nədir. Yenə də gedək, yəni istəyirəm bunu biraz sürətlə gedək, çünki çox rahat oxunur, müşkülü yoxdur. Nam-ı Xuda can o dili şad edər, cümlə əvqat əhli anı yad edər. Zahirən bu beytlərin yazır, bir onu təfsir edir, anladır ki, bu farsça nə deyir ehtimalən. Amma o da türkçədir, yəni Nam-ı Xuda can o dili şad edər, cümlə lüğat əhli anı yad edər. Məsələn, belə bir şey yazıbdır. Bu əslində nəzm-i cəvahiri deyil. Mən bunu biraz da gedim qabağa görüm ki, bunun bir yerdə hətmən həmd u səna və şükr-i sipas layiq an xaliq u cinn-u unas həmd. Burada da bu şeirdir. İstəyirəm görüm ki, burada bir yerdə ehtimal verirəm ki, gələcəkdə şeirin özündə bir burada nəzm işləyiblər. Bu məncə şərhidir. Şərhi qeybi, eyni həzrətləri. Burada ölçə bəni Adəmə verdi lisan, ol ki bəni Adəmə verdi lisan, ta edələr şükrini verdi zəban, lisan kəsr-i lam ilə dilə denir. Məqul mənasına Farsidə zəban dirlər ki, Misra-i sanidə vaqe olmuşdur və lisan müzəkkər müənnəs olur. Tənisi carihə ya xud alət qol olduğu surəti ilə təsəvvürü ilədir. Cəm'i əlsinə gəlir, verdi. Kəsr-i vav və sükun-i ra-i mühmələ ilə Qur'an-ı Kərimdən bir cüz'ə itlaq olunur. Və vird Qur'anın bir cüz'üdür. Yəni, bəhri kön qəraət üçün. Yəni, bəhri gün qəraəti üçün, hər bir gün, hər gün qəraəti üçün də oxuna bilər, bəhri gün qəraəti üçün, yəni hər gündə qəraət üçün Qur'anı belə ayrı-ayrı adına cüz edirlər, burada deyir, verdi də deyirlər ona, verdi. Verdi, yəni gül, o verdi sözü oradan gəlir. İttixaz olunan bir miqdara denilir, bədihu cəmi-i qəraat olunan şeyə itlaq olundu, cəmi əvrad gəlür, əf'al vəznində. Elm ilə hikmət verib etdiyi kərəm, elmi əlləmə ma ləm yələm bil qələm. Burada da bu şeiri istəyir açıqlasın, gördük onu. Nemətinin süfrəsi bir bərri bəsid, nemətinin süfrəsi birri bəsid, hikmətinin qətrəsi bəhri mühit. Mən şeirlərini oxuram da o ədəbicə bunları açıqlayıbdır, mənaların farsça nədir, ərəbcə nədir, bunları deyibdir, bunlardan geçirəm. Qollərinə rəhməti çox padişah, cənnətə göstərmək üçün şahrah. Burada onu açıqlayıbdır. Aləmə göndərdi Rəsul-i Əmin, hər ana indirdi kitab-ı mübin. Ben istəyirəm görüm ki, burada bəlkə bir şey tapdıq ki, özünün kitabının adını dedi. Kitab. Burada bir şey deyir. Bir ismi şərifidir. Kitab, xitab vəznində istəyirəm ki, bu gülləri niyə çəkir? Oxumadım ki, görüm bu gülləri harada çəkir, niyə çəkir? Çünki hər yerdə bu gülü çəkmir. Bəzi kəlmələrin başında bunu çəkir. Xilqəti kitab, xitab vəznində bunda Qur'an-ı Əzimüşşən muradıdır. Sairi kütüb murad dəcildir. Mübin, onda oturaq. Xəlqi biri qıldı zəlalətdən ol. Xəlqi bəri qıldı zəlalətdən ol. Haqqı əyan eylədi, göstərdi yol. Əyan rahi hidayət sirac-ı münir yevmi qiyamətdə. Burada əyandan sonra bir 7 yazıb, onu qıraqda gətirib yazıb ki, burada şeirin birazı yaddan çıxıbdır.
Yazıb ki, məlumdur ki, burada necə zahir və aşkar mənasına gedibdir. Cırıldığı üçün oxuya bilmədik nədir? Yazıb ki, rahi hidayətdə sirac minir yevmi qiyamətdə şəfi'u nəsir. Kitabın davamını gedək görək. Ümməti haqqında duası məqbul Əhməd Məhmud Muhammed Rəsul Salli aleyhi huvə xeyrul ənam Rabbi və səlləm bi ətəmmis səlam. Burada bunu oxuyaq görək ki, əcəba məni eləyir ki, burada mənzuru ötürək keçsin. Burada yenə də bir yerdə bir 9 qoyubdur, qıraqda 9 yazıbdır. Qabaqcanda bunu bir yerdə gördüm 9 qoyub, qıraqda yazıbdır. O səhifəni ki oxurdum. Burada da bir 9'u harda qoyubdur. Aha, mətlubə deyə bir kəlmə o qırmızıların altında dirayət vəznində mətlubə isal eyləmək. Nə mənə? Hidayət sözünü. Rahi məlum hidayət. Bunu məni eləyir. Rah məlum hidayət dirayət vəznində mətlubə. Bu mətlubə sözü nə mənədir? Əhl-i sünnət indində əlbəttə mətlubə deyirlər. 9'ları yazır, gedir haşiyədə ona tozih verir. Bunu bir nəfər dərs verirmiş. Ya da dərs oxurmuş bunun üstündən. İrfan dərsləridir bu zahirən. Orada 9'u qoyurmuş, gedirmiş qıraqda yazırmış. Bunu bu birisi səhifədə də gördük. Burada da bir 7 yazıb gedib bura. Əcəba bu 7 hansı şeydə aha bu da bəli, səhifənin düz əvvəlində, yəni 24-cü səhifəyə baxanda kitabın üstündə 24'ü PDF-də 12-ci səhifəyə baxanda birinci kəlmənin başına və bir dənə 7 açıbdır, məna cəmüdür. Gedib burada üstdə yenə o çarçivədən eşidə bir ayrı qələminə, bir ayrı adam oxurmuş. O da qulaq asırmış. Qovm və əşirət və səneyi valayi və suri. Belə bir şey yazıb orada. Nə mənasınadır? Mən onu anlamaqdan aciz oldum. Kitabın cırılan səhifəsinə gəl. Salli aleyhi və xeyrul ənam Rabbi və səllim bi ətəmmis səlam. Bundan sonra görək şey gələcəkdir ehtimalən özünə. Səmmə ələ alı və əshabihi əl-mütəhəllinə bi adabihi. Yenə də burada bir 9 yazıbdır qıraqda, bu birisi səhifədə bir 9 yazıbdır kitabın 28-ci səhifədə gedib qıraqda ona tozih veribdir. Nə mənədir? Mətlə-i cəm üçün əshab-ı əfalində əshab əfal vəznində sahibin cəmidir. Burada bir əshabə vav hərfidir. Hurufi illədən mütləq cəm üçün. Burada bir şey gəlib qıraqda. Yəni qeyri mülahizə ət-tərtib və tərahib. Ehtimalən hər halda burada kitabı təhlili ədəbi eləyir. Yəni nəhvi eləyir, ədəbi yox. Nəzm-i hidayət duranın hər biri məzhəb haqq üzrə edər rəhbəri cümləsinin ruhinə hər sübh şam vasilullah Həzrət Haqqdan səlam. Gedək o bir səhifədə səbəbi nəzmi kitab. Tamam, gəldik, tapdıq, görək ki, nə mənədir. Buradan bu şeir bizə kitabın adın ehtimalən inşallah deyər və niyə yazıbdır, kim yazıbdır, bunları bizə desin. Səbəbi nəzmi kitab. Nam-ı Xuda çünki sözə verdi tab, dinlə nədir baisi nəzmi kitab? Səbəbi deyir. Tab, nab vəznində taqət və qudrət və təvan mənası nədir? Bu da çox gözəl bir şeydir. Yəni biz burada kitabın lüğətnamə öyrəşirik. Əslində bu bir lüğətnamədir. Nəhv, sərf-ü nəhv baxışından bu şeirləri araşdırır, mənisini demir. Yəni şeirin mənası nədir? Kəlmələrin mənasını deyir. Bunu yazıblar. Nab, tab, nab vəznində taqət və təvan mənası nədir? Bais, səbəb və badi mənasına dür. Tamam, bunu gedək görək ki, əcəba bir ayrı bir şey. Çünki biz bunu özümüz başlatdıq. Səbəbi nəzmi kitab, nam-ı Xuda çünki sözü verdinab, sözə verdinab. Ondan sonra görək bu birisi nədir? Nəzm ilə bir neçə lüğət yazdilər, silk-i məanidə dürər dizdilər. Əcəba istəyirəm görüm ki, bəlkə burada qeydim bir də baxım görüm ki, kitab səbəbi badi mənası nədir? Nəzm, nəzm zənəndə məlum və nəzm vəznində məlum. Kitab infaşrəh olundi. Anfa şərh olundi. Elm-i lüğat əmri mühüm olmağın
Aha, burada şeir gəlir. Bu kitab lüğətnamədir. İndi gəldi burada. Pəs qonu, burada dostlarımız fərqli yazıb. Qonu ya mövzu, qonu lüğətnamə. Elm-i lüğat əmr-i mühül olmağın hifzini təshil üçün əhli yəqin. Bab-ı rabi, elm bab-ı rabi'dən məstərdir bilmək mənasına istilahıda etiqad-ı ilzam el-cazim el-mutabik lil-vaqi və indəl-hükəma və husul-i surəti şeyin fil-əql. Demək, tərif edir. Tərifi ilə məərrif olan şeydir. Lüğət dibacədə bəyan olundu. Əmr iş mənasına müstəməldir. Mühüm həm yəhməmdən, yəni burada Tazaşdan bir ayrı xətt ilə siliblər, Tazaşdan yazıblar. Məsələn, nəsrə yənsürü babindən muzaəfün əfalindən ismi faildir. Şurui, həmim və əziz. Burada yenə bir 7 açıbdır. Qıraqda kitabın tozih verib ki, nə mənasınadır. Bunlardan da geçək. Kitabın nəzm ilə bir neçə lüğət yazdilər, silk-i məanidə dürər dizdilər. Kitab bəs buradan lüğətini görək. Qənqi səbi kim oxuyub hifzədə aid olur ana neçə faidə. Zəbt-i lüğat ilə olur bəhridar, vəzn ilə nəzm içrə bulur iqtidar. Lakin ol əksərinin mənisi olmağa tərcümə farsi. Lakin onun əksərinin mənisi olmaqla tərcüməyi farsi. Burada beləsi bir şey deyir ki, farsiyə tərcümə edir. Türkcəni farsiyə tərcümə edir. Bu da bu. Farsi, parsi vəznində və müərrəbidir ki, Şiraz vilayətinə denilir. Ya-i nisbət üçündür ki, məmləkət, görürsünüz, bu da vilayətdir, Şiraz vilayəti. Şiraz vilayətinə denilir, ya-i nisbət üçündür ki, məmləkət-i Farsiyyənin lisanı ilə yaxud lüğatı ilə deməkdir. Yəni, ana mənsub olan əlfaz ilə deməkdir. Fəhm edəmiz ani bu əhli diyar, fəhm edəməz ani bu əhli diyar. Olan xüsusə oğuyanlar sığar. Özəlliklə ki, uşaqlar kiçik olsalar. Hifzə xiləldir bu dəxi vaqia, tərcümə ləfz örərə müqəddəm ola. Yaxud ara yerdə ola fasilə, vəzn üçün irad olunan ləfz ilə. Gərçi səlasətdə gəlir binəzir, lakin olur zəbt-i lüğətdə əsir səlasət. Əsir burada eyni ilə yazılır, yəni çox zor. Lakin və zəbt-i lüğət əsir, bəsir o vəznində bab-ı xamisdən sifətdir. Köç və düşvar olan şeyə denilir. İndi bu mənzumi, bu əbd-i zəif, lütf-i ilahi ilə yazdım lətif. Tamam, bu da özünün deyir ki, buranı oxuyayım. Mütləqa insana itlaq olunur ki, əbd sözü mütləqa insana itlaq olunur ki, gərək hür və gərək bəndə olsun. Qamus-i şarihün bəyanına görə. Qamus şarih bir lüğətnamədir. Məzbur olduğuna məbnidir. Və əbdidən murad nazim mərhumə kəndiləridir ki, ismi şərifləri Məhəmmədi adı yazarın. Şairin adı ki, lüğətləyibdir. Şair və qoşmacı. Qoşmacı. Adı nədir? İsmi şərifləri Məhəmmədi və künyəsi. İsmi Məhəmməd, künyəsi Əbülfəzl Məhəmməd ibni. Pəs beləsi olacaqdır. Beləsi deyək. Bunu silah Məhəmmədi silah. Əbülfəzl Məhəmməd ibni Əhməd Ər-Rumi.
Əhməd Rumi olduğu bəzi mənzumədə mərsumudur. Deyir bəzi şeirlərdə belə. Və bu fil əsli Busnəvidir. Rumi əsli nə mənədir? Bosnalı, Bosniyalı, Bosnalı. Tamam. Bu da əsli Bosnalıdır. Bosnalıdan gəlibdir. Tamam. Bunu da burada yazarın da adını tapdıq. Yəni biz daha rahat bu kitabı kim yazıbdı onu tapalım. Ləfzi müqəddəm əqəbincə həman. Burada kitab cırılıbdır. Onu şey eləmir. Tərcüməsi oldu ana iktiran. Burada kitabın adını tapdıq. Əcəba bir tarixini də tapsaq çox yaxşı olar. Kitab bu səfə cırılıb, kamil cırılıbdır, çox yeri cırılıbdır. Mən o qalan yerlərdə şeir görsəm, qırmızı yazı görsəm onu oxuram. Taci ola fəhmi o hifzi yəsir, həcmi səğir ola lüğati kəsir. İbn Firiştə lüğəti cibi gənc oldu, gənc oldu, Qur'an lüğətin etdi dərc. Nə oldu beləsi? İbn Firiştə lüğəti cibi gənc oldu, Qur'an lüğətin etdi dərc. Burada İbn Firiştə kimdir? Bu da bir ayrı adamdır. İbn Firiştə bir nazim, sağın və şairin künyəsidir. Bir nazim-i sələfin, geçmiş bir şairlərin, bir nazim-i sələfin və şairin künyəsidir. Künyə Əbülfəz kimi ki buna dedi, bilmirəm niyə. Oradan qədim işlədirmişlər, həriyə bir şey künyə tapırmışlar. Ərəbi lüğəti üzrə mənzuməsi olduğu cümlə roşəndir və mənzumənin cümlə əşarindən xəbər etmək, qəblə öpmək, zər əkmək, qulam, xəlq yaratmaq, hərq etmək olur çeşidə humam. Burada bu şeyləri İbn Firiştə hər halda beləsi bir şey dedi. Burada cümlə əşarindəndir. Xübz əkmək, ətmək yazıb bunu, zaliddir. Xübz ətmək, qiblə öpmək, zər əkmək. Mən bilmirdim qiblə öpmək mənasınadır. Mən bunu indi burada öyrənəcəm ki, qiblə öpmək mənasınadır. Biz qibləyə namaz qılırıq, ora gedib oranı öpürlər, ona görə ora deyiblər qiblə, yəni öpməliyir. O, calibdir bunu. Biz dururuq, öpüşə namaz qılırıq. Allah əkbər, çox gözəl bir mənası var. Mən bunu bilmirdim. Qiblə öpmək, zər əkmək, qulam, xəlq yaratmaq, hərf yaratmaq, hərq yaratmaq, qaf, hərq yaratmaq, xəlq yaratmaq, hərq yeritmək, üstündən. Hərq yeritmək ya yaratmaq elə, hamandır. Yaratmaq, yeritmək. Alov çeşidir. Ülü kişidir. Humam. Tamam, buna geçək. İndi burada da bir şey bildik. Qabaqçı bir lüğətdən söz gətirdi, adını öyrəndik. Bir neçə əhrə. Pəs bu kitab əslində şərhi, gələk bunun üstündə yazaydılar ki, şərhi lüğati Eyni Əfəndi. Şərhi lüğati Eyni Əfəndi. Mən bunun kitabın adını belə yazsam dahi, gedim kitabdan bunu tapım. Hətta şərhi Nəzmi Cövhəri də yazılsa yenə də ondan yaxşıdır. Burada bir şərh hər halda yazılmalıdır. Şərhi Nəzmi Cövhəri Cəvahiri Eyni. Niyə bunu Cəvahiri yazıblar? Bilmirəm. Bəlkə əsli kitabın adı Cəvahir imiş. Ona görə indi baxaram görüm bəlkə tapdıq bunu. Beləsi qalsın şərhi Nəzmi Cəvahir. Tamam, bu şərh hələ kəlməsi qalsın. Buna baxaq, bir 2-3 səhifədə baxaq, görək ki, bir şey bundan tapa bilirik ya yox. Bir neçə bəhr üzərə açıb pərrubal, qətələri oldu səfinə misal, qətə tamamində dəxi aşkar, həm ləqəbi bəhri və həm vəzni var. İndi burada ehtimalən ləqəbi bəhri nə deməkdir? Ləqəb fəthətilə
bir adamın ismi əslisindən qeyri müsəmma olduğunu ismidir gərək. Mədhi və gərək zəmmi. Aha, yaxçılıq üçün bir adı qoyurlar. Ləqəb dedikləri bir adamın üstünə, məsələn, istirdim biraz deyəm, sonra gördüm siyasidir, istəmədim bunu deyim. Məsələn, Uzun Həsən. Bu mədh üçün gəlibdir. Ya məsələn, deyirik ki, Dəli Qulam. Bu da zəmm üçün gəlibdir. Yəni pisləmək üçün. Müşri olsun. Nitəkim ma yüsəmmə bihil insanı bədə ismihul ilm ismihul ələm min ləfzihi yədüllü ələl mədhi o zəmm lima'na fihi ibarəti ilə ma'rufudur. Bu da ərəbcə bir şey gətirib ki, əgər bir addan sonra məsələn İnsaf Əli, ondan sonra bir söz gətirir, kitabçı məsələn, bu bunun ya yaxçılığı üçündür, ya pisliği üçündür. Gəlir ki, zindanda mən bu haqda çox bir olan zaman bir neçə şey üstündə araşdırma yaptım, söyüşlərin üstündə araşdırma yaptım, ləqəblərin üstündə araşdırma yaptım, seçkidə, zindanda nə tür seçkiyə gedirlər, onun üstündə bir araşdırma yaptım. Bir çox şeylərin üstündə araşdırma yaptım zindanların içində. Cəlib idi mənim üçün. Burada da hər halda onu deyir ki, addan sonra, bəlli addan sonra, məsələn, Həsəndən sonra bir dənə qoyurlar, məsələn, görüm nəyi, indi yadıma gəlmir. Amma çox, hərənin zindanda bir adı var, yəni onun yanında bir adı var, məsələn. Xeyirlə şayət səbəbi yad olə sübhey-i sübyanə ana həm ad olə. نظم سلیس üzrə bu roşən kəlam onu Xuday ilətün oldu tamam gəldi bu mir'at dilə müncəli ta ana tarix ola nəzm cəli. Nəzm cəli bu kitabın tarixi, yazılan tarixidir. Görək ki, bu aşağıda buna işarə edir. Yox, çox üzr istəyirəm. Nəzm lon vəznində yardım və mədəd mənasındadır. Səlis silasətdən sifətdir ki, şərh olundu və bu beyt xitaminə bir bərayı biraət istihlal olduğu vazif və aşkardır. İndi burada son şeirinə baxırıq. Mir'at. Mim ilə, kəsr mim ilə ayinəyə denir. Mir'at, mer'at. Mer'at, mü yox. Mir'at, mər'at yox. Mir'at. Mir'at kəsr mim ilə ayinəyə denir. Qamus şarihidir ki, əsli mirayət idi. Miraya idi. Müfələ vəznində ismi alət və ismi məkan dəxi olur. Cəm'i mir'ai gəlir. Cəvari və qəvaşi gibi və bu rəy maddəsindən məxuzudur. Müncəli, cəladən, yəni zərb babının zərəbə babının naqis yaünün əfalindən ismi faildir. Zahir və roşən və əyan mənasındadır. Nəzm əcəli bu ləfzlər əbcəd hesabı ilə nəzm cəli. Əbcəd hesabı ilə mənzumə-i şərifə mərğubənin xitaminə tarixidir ki, məcmui 1033'dür. Tarix, kitabın yazı tarixi tapdıq. Şeirin və lüğətin yazı tarixi 1100 məcmui 1033 Hicri qəməridə yazılıbdır. Məcmu özü hesabladı bizə dedi da biz də bunu hesablamırıq. Amma elə bilirik ki, nə idi adı? Nəzm cəli. Bunu da burada verib hesablaya bilirik. Əbcədi nəzm cəli. Görək neçə deyir burada tez. Mövzu yazdı ki, Nəzmi Cəlinin əbcədin hesabla. Getdi bu ayrı bir şeyə.
Aha, əbcədi yazmışım. Əbci ona görə. Əbcədi Nəzmi Cəli. Hesab. Nun 50'dir. Zat dəstəli Z. Nəzmi hesablıdır da, bəli. 900'dür. Mim 40'dir. Cəli C 3, lam 30, ya 10, nəticə olar necə? 1033. Dəqiqən bunu burada hesablayıb yazıbdır. Tamam, kitab da bəs 1033'də yazılıbdır. Yəni 414 il bundan öncə bu kitab, bu şeir yazılıbdır. Sonralar bunun üzünə, çünki bu yazır mərhum. O adam, şair mərhum olandan sonra, əlbəttə bu kitab onun zamanında yazılıb. Yəni kitab ehtimalən elə onun ömründə yazılsa, biz də əlbəttə o tapa bilirik ki, o hangi illərdə yaşayıbdır. Onu da burada axtarıb tapa bilirik. Amma görürüm ki, burada bir ayrı bir şey yazıb da yox ondan sonra. Vəqta ki, nazim mərhum səbəbi təlifidən fariq olduysa, mənzumənin şərif və mərğub və indallah məqbul və vaquya və oğuyanlar kəsb feyz və mərifət məqbul və oğuyanlar kəsb feyz və mərifət eyləsinlər üçün Haqqı Cəllə və Əla Həzrətlərinin dərgah-ı barcahinə təzərrü və niyaz ilə münacata şuru eylər fəlillahi dərəh. Fəlillahi dərəh belə bir şey yazıbdır, bilmirəm. Ehtimalən rəhmətli filandır, belə bir şeyin xülasəsidir. İndi adam əvvəl kitabı yazıbdır, lüğətnaməni, şeirinə. Sonra gəlib buna müqəddəmə yazıbdır. Ona görə də deyir, kitab qutardı. Mən bu tarixdə bunu qutardım. Bu tarixdə bu adam bunu qutarıbdır. Bu tarixdən də biraz o yüz, bu adam indi adını tapaq. Adı nə idi? Yəhya Eyni Əfəndi. Adı dedim nədir? Əbülfəz Məhəmməd ibn. Aha, bu Yəhya Eyni Əfəndi Əbülfəz Məhəmməd ibn Əhməd Ər-Rumi dedi axı bunun adını bəs. Amma burada da Eyni Əfəndi harda gəldi? Bunu biz Eyni Əfəndinin kitabın əvvəlində oxuduq. Bura 50-ci səhifədir. Mən amma qeydim bir əvvəldə görüm bu Eyni Əfəndiyi biz burada bir oxuduq, yadıma gələn bir yerdə. Bəli. Və fuxul uləmadan olan ustadımız Eyni Əfəndi mərhum. Ehtimalən bu Eyni Əfəndi ayrı adamdır. Bu ayrı adamdır. Çünki deyir ki, onun bir şeirin yazıbdır. Yəni bu şeyin, şairin adı Əbülfəz Məhəmməd ibn Əhməd Ər-Rumi. Bunun bir şeirin yazıbdır. Onun içində ilahi beyt, ilahi namın etdim, ilahi naminə etdim, tacinamə kinami bu şayi olə xas amə, o üslubə iftah eylədici kimi və sultan-ı şüəra və fuxul uləmadan olan ustadımız Eyni Əfəndi mərhum Nəzm-i Cəvahiri ona bir istinad ehtimalən eləyib. Ehtimal verəcəm ki, bu kitab burada Eyni Həzrətlərin adısı gəlmək bu anlamda deyil ki, o yazıb bu şeiri. Bəlkə bu şeiri yazan özünün adı Əbülfəz Məhəmməd ibn Əhməd Ər-Rumi Bosniyayidir. Amma bu görək kimdir? Burada bir sual soruşaq. Əcəba Eyni Əfəndi adla bir lüğət yazarı varmı ki lüğətnaməsin şeir ilə yazmış olsun. Görək ki, belə bir şey. Bəli, sizin nəzərə aldığınız şəxs 18-ci əsrin məşhur Osmanlı şairi və lüğət yazıcısı. Qoy bir də yazaq ki, tarixi də şeylə daha hicri yaz. Tarixləri hicri yaz lütfən.
Tamam, bunu beləsiz deyək. Görək nədir? Bəli, sizin nəzərdə aldığınız şəxs ehtimalən Eyni Fozullah Əfəndi və ya sadəcə Eyni Əfəndidir. Osmanlı ədəbiyyatında və lüğətçilik tarixində mənzum lüğət yazmaq bir sünnət idi və Eyni Əfəndi bu sahədə tanınmış bir simalardan biridir. Amma yenə də burada yazmadı tarixi. O məşhur Nəzm-i Cəli və ya bəzi qaynaqlarda Tofiq-i Nəət mənzuməsinin müəllifidir. Bu əsərin özəllikləri bunlardan ibarətdir. Əsərin növu, dili, bu əsər əsasən ərəbcə və farsi kəlmələrin Osmanlı türkcəsindəki mənalarını öyrətmək üçün qələmə alınmışdır. Bu deyil bizimki tarixlər. Eyni Əfəndi 1230-da vəfat etmişdir. Bu da 1233-də, 1230-da bu ölüb. Bu Eyni Əfəndi deyil. Bəs bu Eyni Əfəndi deyil. İndi burada yazaq. Əcəba bu Eyni Əfəndidən daha öncələr və 1033 civarında yaşayan Eyni və lüğətçi şair var imiş. Görək ki, belə bir şey varmış ya yox. Bəli, sizin diqqət etdiyiniz nöqtə üçün çox incə və yerindədir. Əbcəd hesabı ilə 1033 rəqəmi miladi filan ili uyğun gəlir. Yəni 17-ci əsrin məşhur alimi, şairi və lüğətçisi olan Eyni Əfəndi Əhməd ibn Məhəmməd. Bəli, budur. Həzrətlərinə aparılır. Bu Eyni Əfəndi 18-ci əsrdə yaşayan Eyni Fozullah Əfəndidən fərqli olaraq məhz sizin qeyd etdiyiniz 1033 hicri illəri civarısında yaşamış və əsərləri yaratmışdır. Bu şəxsiyyət haqqında önəmli bilgilər bunlardan ibarətdir. Kimliyə? Əsli Tirəli, İzmir civarı. Yenə də bu deyil, çünki bu Bosniyalıdır. Olduğu üçün Tirəli Eyni Əfəndi adı ilə də tanınır. Bəlkə də deyək ki, bu dədəsi oralıymış, Bosniyalıymış. O həm bir münşi, ola bilər bu olsun, həm bir münşi katib, həm də böyük bir ədib idi. Vəfat tarixi qatışdırdım mən bunu, bağışlarsınız dedim, bu Əbülfəz Məhəmmədin şeyi ilə getdim, ona qatışdırdım orada. Eyni Əfəndi başqadır. Vəfat ili 1043 olubdu, hicri ilində vəfat etmişdir. Bəs kitab 1043-də qabaq yazılıb, amma bu fot eləyəndə bu kitab yazı, yəni bəlkə də diriliyində yazılıb, çox diril, yəni elə o zaman kitab tutarıb, o zamanlar yazılıb, bu tərcümə olub türkcəyə, yəni şərh olub, tərcüməçi yox, çünki farscanı türkcəyə çevirir da bu, yəni ya türkcəni farscaya çevirir, bunlardan biri. Bu kitabı o zaman yazıb, amma fot eləyəndə o bölümü siliblər, təzəşdən yazıblar. Bu belə görünür. Ehtimalən bəs onda bu kim olacaq? Şimdi axı şair bəs şeydir. Burada 50-ci səhifəyə qeydсaq. Kitabın 50-siydi fikirlərim. Qısa 50, tamam. Biz burada bir dedi ki, səbəbi təlif, burada bir də gəlsək, buranı oxusaq. Dedi ki, gəldi bu mirat-i dilə müncəli, ta ana tarix ola nəzm-i cəli. Müncəlidən sonra gəldi, dedi ki, nəzm-i cəli bu ləfzlə əbcəd hesabı ilə mənzumə-i şərifə mərğubunun xitamını tarixdə məcmu 1033 oldu. Dər vaxtda ki, Nazim mərhum səbəbi təlifdən fariq olduysa, mənzumənin şərif və mərğub və indəllah məqbul filan o üçün oxuduq. Orada bir şey yox idi. Burada adın yazmışdı. Haradaydı? Ay Allah.
Sübhey vəznində mətnində bulundu. Bu ayrı bir şey yazılıb burada. Səbhi sibyan xəfifə vəznində səbhə xəfiyyə səbihə olmuş olur. Səbhi sibyan vəznində hala təsbih təbir eylədiyimiz dizi bu buncuklar denir. Səbhi sibyan təsbihə deyilir. Buncukları denir ki, məcmuində ələm olmuşdur. Mədar təsbih olduğu baisi təsmiyədir və dua mənasına da gəlir. Sibyan dibyan vəznində səbinin cəmidir və həsəb tərkib bu mənzuməyə təsmiyə eylədilər ki, çocukların təsbihi demək olur və yufiyul əsl məhmudiyyə ilə mərufə olduğu bəzi mənzumədə mərsumudur. Lakin fi zamanina sübhi sibyan ilə müştəhirdir. Neynədik bu adamın adını tapmışdıq bir yerdə, onu itirdik getdi. Qılbışdabi səfəy və mərifət, qolinə vaz məğfirət. Bunu oxumamışdıq. Ey kərəmi şamil ihsan, ihsanı bol, lütfinə eylə duamı qəbul, qıl bu kitabı səbəbi mərifət, bən qulünə vasitəyi məğfirət. Bir nəsnəyə təvəssül eyləmək vəsilə və alət olan şeyə itlaq olunur və istilah uruziyyədə iki qismidir. Biri səbəbi xəfifidir ki, bir mütəhərrik ilə bir sakindən ibarətdir və biri səqilidir ki, iki mütəhərrik ilə bir sakindən ibarətdir. O nə idi? Bu səbəb demək beləsi bir şeydir. İki cürə bir səbəb var. Mərifət kim? Tamam, bu da itirdik. Hər halda adı itirdik, vəli biz yazmışıq. Şair və qoşmacı Əbülfəzl Məhəmməd ibn Əhməd Rumi. Görək bu kimdir? İndi əcəba bu Eyni Əfəndi bu olacaq, yoxsa başqa bir şeydir? Əbülfəzl Məhəmməd ibn Əhməd Əl-Rumi Bosniyalı. Görək ki, bunu tapa bilir. Bu kimdir? Siz dəqiqən sənətkar və lüğətçi alim Eyni Əfəndiyə işarə etdirsiniz ki, onun əsl adı Əbülfəzl Məhəmməd ibn Əhməd Rumidir. O əslən Bosniyalı Saray Bosnalı olduğu üçün Bosnəvi ləqəbi ilə tanınır. Bu şəxsiyyət haqqında önəmli nüktələr bunlardan ibarət. Tamam, pəs bu ikisi bir adamdır. Yəni, Eyni Əfəndinin də qabağında biz tazaşdan yazsaq belə bir şey, yaxşı olar ki, yazaq bunu Əbülfəzl Məhəmməd ibn Əhməd Ər-Rumi. Tamam. Tapdıq ki, bu şairimiz Eyni Əfəndi, yəni Əbülfəzl Məhəmməd ibn Əhməd Ər-Rumi Bosniyayidir və bu ölüm tarixində bildik ki, dedi, tarixi uyğunluğu odur, əbcət hesabı ilə rəqəman həyatı ilə maraqlı bir şəkildə üst-üstə düşür. Eyni Əfəndi 1043-də fot, bu fotu da burada yazaq. 1043 Hicri ilində vəfat etmişdir. 1033-cü illər onun dövlət işlərində katiblik və dəftərdarlıq və elmi fəaliyyətlərində ən parlaq dövrü idi.
Məqam və mənsəb. O Osmanlı dövlətində böyük katiblərliklərdə çalışmış və hətta Rəisül-Küttab, Xarici İşlər Naziri müadili məqamına qədər yüksəlmişdir. Şeir dili, onun mənzum lüğəti öz dövrünün mədrəsələrində tələbələr üçün bir dərs kitabı kimi istifadə olunurdu. Kəlmələri şeir qalibində